Avropa İttifaqının Ermənistandakı missiyası son aylarda Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini intensivləşdirib. Monitoring qrupunun üzvləri son olaraq Qubadlı rayonu ilə həmsərhəd əraziyə gələrək binokulla müşahidə aparıblar. 2023-cü ildə yaradılan missiyanın mandatı 2027-ci il fevralın 19-una kimi uzadılıb. Fəaliyyətdə olduğu müddətdə əsas məqsədi regionda təhlükəsizliyə təminat vermək olsa da, bu illər ərzində tam əksinin şahidi olmuşuq. Azərbaycan rəsmiləri dəfələrlə bildiriblər ki, missiyanın fəaliyyəti Bakı ilə koordinasiya olunmayıb. Belə bir qurumun regionda real sülh və təhlükəsizliyə töhfə verməsi sual altındadır. Ekspertlər deyirlər ki, əsasən binokul diplomatiyasının davamında Ermənistan sərhəddə təxribatlar törədir. Avropa İttifaqının dırnaqarası olaraq mülki missiyasının Azərbaycan və Ermənistan şərti həmsərhəd ərazilərdə məhz Ermənistan tərəfindən aktivliyini artırması elə hesab edirəm ki, növbəti riyakar planlarının olacağından xəbər verir. Çünki biz bundan öncə də məhz nə vaxt ki o dırnaqarası missiya belə fəaliyyətlərlə məşğul olub, biz ondan sonra Ermənistan tərəfindən məhz təxribatçı fəaliyyətləri müşahidə etmişik. Artıq uzun müddət keçməsinə baxmayaraq, məhz o dırnaqarası olaraq mülki missiyanın sülhün əldə olunması üçün hər hansısa bir addım attığını biz müşahidə etmədik. Avropa İttifaqı müxtəlif regionlarda bir sıra müşahidə missiyaları həyata keçirib. Adətən bu təşkilat münaqişə sonrası və ya gərginlik olan bölgələrdə yerləşdirilir. Onların əsas məqsədi güya vəziyyəti izləmək, hesabatlar hazırlamaq və münaqişənin qarşısını almağa töhfə verməkdir. Avropa İttifaqının müşahidəçilərinin fəaliyyət göstərdiyi bir neçə regiona diqqət yetirək. Həmin bölgələrdən biri Gürcüstandır. 2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsindən sonra Avropa İttifaqı ölkədə müşahidə missiyası yaradıb. Bu missiya artıq 17 ildir ki, ərazidə fəaliyyət göstərir. Həmçinin Kosova 1999-cu ildə NATO-nun hərbi müdaxiləsi nəticəsində Serbiyadan ayrıldıqdan sonra eyni mənzərənin şahidi olduq. 2008-ci ildə Avropa İttifaqı burada da müşahidə qrupu yaratdı. Həmin müşahidənin rolunda məhdudiyyətlər azaldılsa da, qrup 10 il aktiv şəkildə fəaliyyət göstərib. İndi də Cənubi Qafqazda eyni mənzərə müşahidə olunur. Şərhçilər bildirirlər ki, Avropanın müşahidə missiyası məskən saldıqları ərazidən demək olar ki, ya çıxmır, ya da uzun müddət həmin ərazidə öz siyasətini yeridir. Maraqlı cəhət həm də ondan ibarətdir ki, hara bu missiyanın fəaliyyəti təşkil olunubsa, hara bu missiya ezam olunubsa, o ərazilərdən çıxmayıb. Ona görə mən düşünürəm ki, Avropa İttifaqının mülki missiyası, regionun tərk etməsi Azərbaycanın ən böyük diplomatik, siyasi qələbələrindən biri olacaqdır. Ehtimal edirəm ki, qarşıdakı dövrdə atəşkəs rejimi də pozula bilər, təxribatlar baş verə bilər. Çünki bu missiya birbaşa olaraq Brüsselin maraqlarını bölgədə təmin eləmək istəyir. Analitiklərin fikrincə, Ermənistandakı müşahidə missiyasının intensiv addımları gələcəkdə sərhəddə növbəti təxribat əməllərinə səbəb ola bilər. Rəsmi Bakı bu missiyanın fəaliyyətini diqqətlə izləyir və mümkün təsirlərini qiymətləndirir. Baş verəcək hər hansısa prosesə görə isə İrəvan və onun havadarları məsuliyyət daşıyacaq.